Qarabağ və Şərqi Zəngəzur bölgələrində 2030-cu ilə qədər ümumi gücü 1,6 giqavat olan 90 bərpa olunan enerji stansiyasının inşası planlaşdırılır. Bu stansiyalar hesabına ildə 1 milyard kubmetrə qədər təbii qaza qənaət ediləcək. İstixana qazı emissiyaları isə 2 milyon tondan artıq azaldılacaq. Bu barədə Energetika naziri Pərviz Şahbazov Belçikada keçirilən Beynəlxalq Enerji Agentliyinin enerji səmərəliliyi üzrə 10-cu illik qlobal konfransındakı çıxışında deyib. Nazir həmçinin bildirib ki, 2030-cu ilə qədər enerji sisteminə 2,7 giqavat, Xəzər, Qara Dəniz, Avropa Yaşıl Enerji Dəhlizi vasitəsilə ixrac üçün 4 giqavat olmaqla ümumilikdə 6,7 giqavat gücündə yaşıl enerji layihələri icra edilir. Pərviz Şahbazov qeyd edib ki, bu güclərin hesabına Azərbaycanda quraşdırılmış enerji gücündə yaşıl enerjinin payının 38%-ə çatdırılması ilə bərabər ümumilikdə 4,4 milyard kubmetr həcmində təbii qazın istehlakının qarşısı alınacaq.